Gəlin elə, bax, yeteneksiz sizə qaydaq. Ora necə oldu, necə getdiniz, necə təklif gəldi? Yoxsa siz özünüz mü arzu etdiniz getməyi? Məhz bu seçimlə, Bayat Şirazla? Elə oldu ki, mən serialdaydım, yenə bizim serialda. Dostum var, buradan salamlayıram. Burak mənə yığdı ki, bəs yeteneksizsiniz, Türkiyə başvuruları başlayıb, istəyirsən sənin adından qeydiyyatına keçim, dedim olar. Nəysə, o da mənim yaxın dostumdur, sizdən yaxın olmasın. O da yaxın dostumuzdur, elə dedim keç. Nəysə, bir 4 gün sonra falan mənə dönüş elədi ki, bəs şeydir, sənin filan tarixə vaxtın varsa, bəs sənin səsivi çıplaq ses deyirlərdi, onu necə video göndərirsənsə, aynən, akapella, bəs oxumağı dinləmək istəyirlər canlıda. Dedim, problem yoxdur, nəysə, bilet falan aldılar. Getdim İstanbula, orada oxudum, bəs dedilər ki, orada mülakat olur da, birinci oxuyursan, sonra oradan okeylənərsənsə bir də baxırlar, sonra jürilərin önünə çıxarırlar. Amma mən deyil olmadı, birincini oxuyandan sonra dedilər ki, direkt jürilərin önünə çıxacaqsın. Mən dedim, Allah razı olsun. Ondan sonra belə başladı. İlk baxışda da mı Bayat Şirazı ifa etmişdiniz? Yox, ilk baxışda belədir. Onların telif hüquqları nədəni ilə, səbəbdən, yəni belə ürəyin istədiyi ifanı oxuya bilmirsən orada. Onlar elə bir ki, 300 mahnı göndərirlər, hansı ki, müəllif hüquqları yoxdur. Çünki o televiziya, birisi də televiziyada yayınlanan, sonra YouTube-a onlar sosial mediaya yerləşdirə bilmirlər. Çünki telif haqlarından dolayı. Məhkəmə falan filan. Onların öz belirlədiyi 300 dənə mahnı var. Onları birinci turda sənə verirlər ki, sən özünə uyğun olan buradan seç. Mən də özümə uyğun olan İlyas Yalçıntaşın bir dənə mahnısı var. Oxuya bilərsiniz onu canlı. Kendim çok yaralar açan, dağılmıyor içimdeki duman. Seni istersen yanalım o zaman. Gel artık yok yüreğe dokunan. Tükendim çok. Neyse, İlyas'ın bu mahnısını oxudum. Sağ olsun 4 jürinin 4'ü də hə dedi. Mən növbəti tura keçdim. Növbəti turda isə yenə onlar o 300 mahnını göndərir ki, bu dəfə də bunların içərisindən seçməlisən. Mən də dedim ki, yox da bir dəfə oradan seçəməyəcəm. Çünki çox köhnə mahnılardır ona görə. Mən də fikirləşdim ki, nə edə bilərik? Həm öz millimizi göstərim, həm xalq mahnılarımızdan bir şey. Sonra Bayat Şiraz muğamını akapella oxumağı qərar verdim. Sonra türk dilində qısa bir şeir yazdım ki, yəni türklərin bildiyi dildən olsun da. Düzdür, biz yaxın olsaq da bəzi kəlmələrimiz var ki, biz deyirik, onlar bizi başa düşmür. Amma biz onları çox yaxşı başa düşürük. Elə oldu ki, akapella Bayat Şiraz muğamını oxudum, sonra türk dilində şeir, ardından da yəni bizim də onların da bildiyi Sarı Gəlin oxudum. Maraqlı bir kompozisiya düzəltdiniz və çıxış elədiniz. Çox gözəl. Nəticə necə oldu? Valla nəticə ümumi mənim yeteneksizsinizdə olan çıxışlarım ümumi sosial mediada 60 milyon izlənib. Çox gözəl, bu böyük bir uğurdur. Amma bu o şey kimi deyil də, o deyil. Yəni bu ondan deyil də, yəni həqiqətən bu Nav TV-nin səhifələrində də var. Yəni oradan kiməsə şübhəli gəlsə girib oradan baxa bilər. Yəni bayağı izləndi. Ondan sonra gəldim Azərbaycana, yenə öz vətənimizə. Düzdür, Türkiyədən də serial təklifləri oldu. Niyə dəyərləndirmədiniz? Dəyərləndirmədim. Çünki mən bura gəldim, burada reklamlarda oynadım. Bizim doğma kanalımız Ayrı Bir TV-dən təklif gəldi. Dostlarımızı salamlayıram. Başda İslam bəy olmaqla Elsəvər Azər sağ olsunlar məni Səni Mənə Versələr serialında başrol təklif edildilər. Mən artıq bura okey vermişdim deyə, bir də dostlarımızda arada dostluq var. Mən vəfa borcuna çox sadiq qalan insanam. Yəni mənim üçün dostluq daha önəmlidir. Belə oldu ki, burada oynadım, reklamlar çəkildi falan filan qaldım. Amma inşallah yenə təkliflər yenə var. Çünki orada da menejerim var mənim. Çox gözəl. Öznur Hanımı da buradan selamlayıram. Bir dəfəlik getmək istəyərsinizmi? Yaxşı təkliflər gələrsə əgər? Yox, bir dəfəlik getmək istəmirəm. Çünki hara gedirik gedək, vətən bizim üçün daha önəmlidir. Nə gözəl. Yəni bunu heç kim yanlış başqa cür anlamasın, həqiqətən. Yəni mən təbii ki də İstanbulda seriallarda ifaçı kimi mahnılar, kliplər çəkmək istəyərəm. Amma bu demək deyil ki, mən tamamən ora köçüb, orada yaşamaq istəyirəm. Yox, yəni ora və Azərbaycan ikisi. Uğur hər zaman sizinlə olsun. Söhbətimiz çox maraqlıdır, amma söhbətimizi musiqi ilə bölürük. Azad bəydən gözəl bir nəğmə eşidirik.